Bismillahirrahmanirrahim ve bihi nesta'in. Allah Teala bütün şehitlerimizi rahmet eylesin, ruhlarını şad eylesin. Bizim de Buzovna kəndində Böyük Vətən müharibəsində demək olar ki 41-45 Böyük Vətən müharibəsində Buzovna kəndinə təxminən 600 nəfər adam həlak olub, şehid olubdu. Onların demək olar ki bizim kəndimizdə Cümə məscidinin yanında orada abid heykəli var idi. Əbədi məşəl ulduz yanırdı orada. Hər meşədə o Cümə məscidinin yanında var. Məscid gördü, mağazin idi. Yani sonra orada bütün o əksləri var da, o heykəlin dövrəsində 600 adamın adları yazılmışdı dövrə. Şekilləri vurulmuşdu. Hər qələbə günündə insanlar gəlirdi oraya ziyarətə. Birinin dayısı, birinin əmsi, birinin oğlu gələrdilər. Hər kəsən öz qohumlarının, familiyası adını orada oxuyar. Əminin adı burada var, şekili burada var. Həmişə insanlar bir növ ziyarətgaha çevrilmişdi. Vətən 41-45 Böyük Vətən müharibəsinin şehitləri yadır. Sonra elə oldu ki, axır zamanlarda orada təmir işləri getdi və o heykəli oradan götürdülər, başqa yerə köçürdülər. Cümə məscidinin yanından bu heykəl götürüldü. Biz ona mədəniyyət evinin qabağına qoydular. Dedilər ki, burada olsun. Bir müddət orada qaldı. Kaş elə indi də orada qalaydı. Amma sonra oradan gəldi götürdülər. Apardılar, qoydular ələ yağında, aşağı qədəmgahında. Bir müddət orada qaldı. Oradan da götürdülər, qoydular Xəzər sanatoriyasının qabağına. Bir müddət orada qaldı. Oradan da götürüb gəlib Buzovnanın Tezli qəbristanlığını deyirlər, oraya qoydular. Sonra oradan da yoxa çıxdı. Sonra biz müraciət elədik Qəsəbə Sovetinə. Xahiş elədik ki, bərpa olsun. Bunlar da elə sağ olsunlar. Burada 41-45 köşkdə. Qəşəng burada qalatdılar. Burada yəni ki, sağ olsunlar. Burada məşğəlin yeri də var, yazılır. Burada lohələr də düzəldi. Yəni bu lohələr buna görə düzəlmişdir. Onların adları da burada qeyd olsun. 600 nəfərə adam olsun burada. Yəni qəşəng müraciət elədiyi düzəltdilər bunu. Amma cəmaat məndən xahiş edir, cəmaatın içindəyik. Və mənim öz təşəkküsüm də var. Çoxları da bunu dəstəkləyir ki, burada bir büst qoyulsun. Hər şey yaxşıdır. Burada bir büst qoyulsun. Onların ya büstü, ya heykəli burada qoyulsun. Çünki biz bilirik ki, Qarabağ şehitlərinin, Qarabağ qazilərinin, Qarabağ qəhrəmanlarının, Qarabağın azadlığı uğrunda 44 gün Vətən müharibəsində Qarabağ bizim qəhrəmanların, şehitlərimizin, Ali Başkomandanın rəhbərliyi ilə azad oldu Qarabağ. Şuşa azad oldu. Şuşanı azad eləyən qəhrəmanlarımız, şehit balalarımız, qazilərimiz həmin bu 41-45'də həlak olanların nevələridir. Bunların babalarıdır, əcdadlarıdır. Onların nevələridir ki, onlar getdilər, Qarabağı azad elədilər. Öz babalarının, öz qəhrəman əcdadlarının balalarıdır, getdilər, Şuşanı azad elədilər. Ona görə də onların ruhunu bütün kəndlərdə, bütün rayonlarda, Azərbaycan hər bir köşəsində 41-45 Vətən müharibəsinin abidələri ucalır. Arzumuz budur ki, onların büstü ya heykəli burada bərqərar olsun. Təşkil eləsinlər. Bizim xahişimiz, istəyimiz budur. Vətənimizi istəyirik. Vətənimizin uğrunda saatlarını fəda edən qəhrəmanlarımızın abidəsinin ucalması bizim onu da istəyirik biz bu günlər. Mən elə bilirəm ki, inşallah burada abidə uzalacaq. Heykəl də qoyulacaq. Allah bütün şehitlərimizin ruhunu şad eləsin. Allahümme salli ala Muhammed ve Ali Muhammed.